gün sizlərlə bir yerdə natural ədədlər mövzusunun, natural ədədlərin bölünmə əlamətləri və qalıqlı bölmə hissəsinin misal izahlarına gəlin bir yerdə baxaq. Birinci sual. Ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Bu ədədi tapın. Gəlin bir yerdə bunu hesablayaq. Deməli, A ədədini bölürük 17-yə bərabərdir. Natamam qismətdə 3, qalıqda isə 16 alınır. A-nı tapmaq üçün belə bir qayda var idi ki, bölünəni tapmaq üçün natamam qisməti bölənə vururuq və üzərinə isə qalıq gəlir. Yəni 3 vurulsun, A bərabərdir, 3 vurulsun 17, üstə gəlinsin 16. O da bərabərdir. 3 dəfə 7, 21, 2, 3 dəfə 1, 3, 51, üstə gəlinsin 16. Cavab oldu 67 A variantı. Növbəti sual bununla eynidir. Üçüncü suala gəlin bir yerdə baxaq. Üçüncü sualda nə deyir? Ədədlərdən hansı 18-ə bölünür? 18-ə bölünmənin əsas xassəsi ondan ibarətdir ki, ədədin 18-ə bölünməsi üçün həm 2-yə, həm də 9-a bölünməyə gərəkdir. Deməli, 2-yə bölünməsi üçün cüt olmalıdır. İlk şərt, baxıram, A variantı cüt deyil, D variantı cüt deyil. Yerdə qalan cüt ədədlər isə 9-a bölünməlidir. Yəni, rəqəmləri cəmi 9-a bölünsün. Baxaq, buna baxırıq. B variantında 74.374 hesablayaq. 7 plus 4 plus 3 plus 7 plus 4 bərabərdir. Cüt hesablasaq. Deməli, 11, 11, 22, 22, 25. Deməli, bu bölünməlidir. 25 9-a bölünmür. Keçək C variantına baxaq. 4 plus 7 plus 7 plus 5 plus 4 hesablayaq. Yenə bu hissə elədi 11, 12, elədi 23, 23-ün üstündə 4, 27. 27 9-a qalxsız bölünür. Demək oldu cavab C variantı. 15 boşa qalxsız bölünür. 4-cü sualda eynidir. 5-ci suala baxaq. Ədədlərdən 8-ə böldükdə qalıqda hansı ədəd ola bilməz? Cavab burada 9-dur. Qalıq heç zaman böləndən böyük ola bilməz. 6-cı suala baxaq. Ədədin 15-ə bölünməsi. Bu tipli misallarda adətdə nə etməliyik? Baxın. Ədədi bir-birinə vurub üzərinə verilən ədədi gəlmirik. Nə edirik? Vuruğa baxırıq. Vuruqda 15-ə bölünməsi üçün ədəd həm 3-ə, həm də 5-ə bölünməlidir. Bu bizim əsas qaydamızdır. Baxıram, burada 3 ilə 5 vuruqları varsa, deməli ədədin özü 15-ə qalxsız bölünür. Ona görə bu ədəd, bax bu uzun vuruqlar hamısı 15-ə qalxsız bölünür. Yerdə qalır 8. 8 15-ə qalxsız bölünmür. Elə qalıqda 8-in özü qalır. 7-ci sualda eynidir. 8-ci suala gəlin baxaq. A ədədini 3-ə tam bölünür. Aha, 3-ə tam bölünmənin əsas şərti nədir? Rəqəmləri cəmi, yəni 4 plus A plus 5 plus B plus 7. 3-ə tam bölünsün. İndi nə yazırıq? A plus B plus 12, 16. Deməli, bu ədəd 3-ə tam bölünməlidir. Aha. A plus B ədədi hansı ədəd ola bilməz? Yəni, 16-nın üstünə baxıram. A variantında 9 gəlsək neçə eləyər? 25. 25 3-ə bölünmür. Düzdürmü? Demək ki, bu 3-ə bölünməsi üçün A ədədi 9 ola bilməz. A plus B 9 ola bilməz. 2 olsa 18 bölünür, 8 olsa 24 bölünür, 11 olsa 27 və 17 də bizim şərtimiz ödəyir. A variantı uyğun deyil. Keçirik 10-cu suala. Ədədlərdən 2-yə və 5-ə bölünəni göstər. 2-yə və 5-ə bölünmənin əsas əlaməti cüt olmalıdır. Sonu 0 ilə bitməlidir. Çünki 5 ilə bitən ədədlər cüt deyil. 5-ə bölünənlər ixtisar etdi. Sonu 0 ilə bitməlidir. Həm də deməli, sonu 0 ilə bitən ədədlər həm 2-yə, həm də 5-ə bölünür. 12-ci suala baxaq. X-in yerinə hansı ədəd yazdıqda bu ədəd 9-a tam bölünür. Gəlin baxaq. Deməli, toplayırıq yenə əvvəlki qayda ilə 5 plus 3 plus x plus 8 plus 6 plus yenə x plus 3 bərabərdir. 2 dənə x-in var. 2x üstə gəlinsin. 8, 8, 16, 16-nın üstünə 6, 22, 22 üstünə 3, 25. Düzdürmü? İndi bu ədədi mənim deməli, 9-a tam bölünməlidir. X-in yerinə neçə yazmalıyıq? Aha, gəlin baxaq. X-in yerinə 5 yazsaq, 5 dəfə ki 10, onun üstünə 25, 35 bölünməz, düzdürmü? 0 yazsaq, 25 bölünməz. X-in yerinə 3 yazsaq, 2 dəfə 3, 6, üstə gəlsin 25. Bərabərdir 31. 31 isə 9-a bölünmür. 1 yazsaq, 2 vur 1, üstə gəlsin 25. Eləyir 27. Demək ki, 27 də 9-a bölündüyünə görə x 1-ə bərabər imiş. Keçə bilərik 3-cü, daha doğrusu 13-cü sualın izahına. Görək 13-cü sualda bizə nə deyir? A ədədi 10-a bölündükdə natamam qismətdə C, yəni A bölünsün 10 bərabər. Natamam qismətdə C, qalıqda isə 8 alınır, düzdür. A ədədinin 5-ə bölünür. Deməli, ədədimiz nə oldu? 10C plus 8 yazıram. 10C plus 8 bölünsün 5-ə. 10 sentində 5, 2C-dir. 2C-ni 5-ə vursam eləyər 10C, düzdür, çıxıldı. Yerdə qaldı 8. 8-in içində 5 bir dəfədir. Yazıram 5, qalıq 3. Deməli, natamam qismətimiz 2C plus 1 oldu. D variantı qalır isə 3. Gəlin 14-cü suala baxaq. 14-cü sualda bizə nə deyir?
A ədədini 8-ə böldükdə qalıqda 7 alınır. 2A plus 1 ədədini 8-ə bölündükdə alınan qalığı tapın. Baxın, bu tipli misallarda A bölünsün 8, tutalım ki, x qalıq 7, düzdürmü? X-in yerinə ürəyimiz istədiyim bir ədədi yaza bilərik. Yəni biz tutalım ki, x 1 olsa A nəyə bərabər olar? 1 vurulsun 8 plus 7. O da bərabərdir 15-ə. Tutalım ki, A-nın yerinə 15 yazırıq. Bu ifadəni hesablayırıq. Düzdürmü? Gəlin hesablayaq. 2 vurulsun 15 plus 1. Gəlin yazaq. 15 plus 1 bərabərdir 31. İndi 31-i 8-ə bölürük, hesablayırıq. Deməli, 8 dəfə 3, 24. 31-dən də 24 çıxanda yerdə neçə qalar? 7. Cavab oldu B variantı. Natural ədədi 12-yə böldükdə qalıqda 10 alır. Gəlin yazaq. Yəni A bölünsün 12 bərabərdir x qalıq 10. Bu ədədin 6-ya bölməsindən alınan qalıq tapın. Tutalım ki, yenə x-in yerinə bir ədədi yazırıq. A bərabərdir 12 vurulsun 1 plus 10. O da eləyir 22. 22 bölünsün 6. Neçə eləyir? 4. Yox, 3 dəfə 18. Burada qalar. Qalıq 4. Cavab D variantı. Növbəti sualımıza baxaq. 6 rəqəmli ədədin 6-ya bölünməsi üçün A-nın mümkün müqayətlərinin cəmi tapın. Deməli, 6-ya bölünməsi üçün ədəd həm 2-yə bölünməlidir, həm 3-ə bölünməlidir. Yəni cüt olmalıdır. Bir sözlə. Deməli, A hansı rəqəmlər ola bilər cüt olması üçün? 0, 2, 4, 6 və 8. İndi 3-ə bölünməsinin əsas şərti isə rəqəmləri cəmi 3-ə bölünməlidir. Gəlin baxaq. Bu ədədin rəqəmləri cəminə baxıram. 10, 7 plus 3, 10, üstə gəlinsin 2 plus 1, 13, üstə gəlinsin 6 bərabərdir 19-a, düzdürmü? 19. 19-un üstünə 0 gəlsək, 19 eləyər. Demək ki, 3-ə bölünmür. 19-un üstə 2 gəlsək, 21, 3-ə bölünür. 19-un üstünə 4 gəlsək, 23, 3-ə bölünmür. 19-un üstə 6, 25, 3-ə bölünmür. Və 19-un üstünə 8, 27, 3-ə bölünür. Cavab deməli, A bərabərdir 2 və 8 ola bilər. Bunların cəmini soruşur. 2 plus 8 bərabərdir 10-a. A variantı. Növbəti suala baxaq. N-in hansı qiymətlərində 5 rəqəmli ədədi 3-ə bölünür? Demək ki, 3-ə bölünmənin əsas şərti yenə baxıram. 7 plus 1 plus 2 plus n plus 4. Toplasam 14. 14 plus n. 3-ə bölünməsi üçün n hansı ədədlər ola bilər? N bərabərdir 1 olsa cəm eləyər 15 bölünər, düzdürmü? Daha sonra n bərabərdir 4 olsa 18. 18 4-ə bölünər, düzdürmü? N bərabərdir 7 olsa 21. 4-ə yox, daha doğrusu 3-ə bölünər. N bərabərdir 7 olsa, cəmi 3-ə bölünər. Cavab oldu 1, 4 və 7 B variantı. 19-cu suala gəlin, baxaq. 19-cu sualda bizə nə soruşur? Deyir ki, bu ədədin hasilin 7-yə bölməsindən alınan qalıq tapın. Bu tipli misallarda adətən nə edirik? Ayrı-ayrı bu ədədləri 7-yə bölürük və alınan qalıqları bir-birindən vurmalıyıq, hesablamalıyıq. Gəlin baxaq. Baxın, 14 bölünür 7-yə qalıqsız. 7, 7 bölünür. Burada qalıq qalır 6. Eyni şəkildə bunlar da bölünür. Burada qalıq qalır 3. 6 vurulsun 3 bərabərdir 18. Qalıqların hasili. Təzədən 18 bölünsün 7 bərabərdir 2, qalıq 4. Cavab oldu B variantı. Baxın, nəyə görə belə elədik? Burada fikir verin. 14 də 7-yə bölünür. 777 də 7-yə bölünür. Burada 6 qalacaq. Burada isə 14 777 bölünür və yerdə qalır 3. Bu 3 ilə bu 6-nı nə etmək lazımdır? Bu 3 ilə bu 6-nı vururuq bir-birinə 18 və 18-i 7-yə böldükdə isə alınan qalıq bizim artıq avtomatik düzgün cavabımız olur. 20-ci sualda eynidir. Gəlin baxaq 21-ci suala. 5 rəqəmli ədədi 5-ə böldükdə qalıqda 4 alınır. Həmin ədəd 18-ə tam bölünür. 18-ə tam bölünmək nə deməkdir? Baxın, 18-ə tam bölünürsə, deməli həm 2-yə, həm 9-a bölünür. Yəni cüt ədəddir, düzdür? Cüt ədəddir və 9-a qalıqsız bölünürsə, gəlin baxaq. Birinci, bu ədədin rəqəmləri cəmini hesablayaq. 7 plus x plus 2 plus 3 plus y. Düzdür? Necə eləyir? 12 plus x plus y. Deməli, 12 plus x plus y 9-a bölünməsi bizdən isə soruşur 5-ə bölündükdə qalıqda 4 alınsın. 5-ə bölündükdə qalıqda 4 alınması üçün ya ədədin sonu 4-lə bitməlidir. Baxın, 0 üstə gəlsin 4. 0-la bitənlər tam bölünür, üstünə qalğı gəlir. Və ya 5-lə bitənlər tam bölünür, üstünə qalğı gəlir, eləyir 9. Ya 9-la bitməlidir, ya 4-lə bitməlidir. Buradan biz anlayırıq ki, 4-lə bitir ədədimiz. Yəni, y bərabərdir 4-ə. Y 4-dürsə 16, deməli, y-in yerinə 4 yazsaq, gəlin burada hesablayaq. X plus 4 bərabərdir 6-ya. Buradan da x-i 2 tapmış olarıq. Məndən də bunların hasilini soruşur. Yəni, 2 vurulsun 4 bərabərdir 8-ə. Cavab A variantı. Eyni şəkildə 22-ci sualda bununla eynidir. Gəlin 23-cü misalın izahına bir yerdə baxaq.
23-cü misalda deyir, 3-ə qalxısız bölünən natural ədədləri 12-yə böldükdə qalıqda alınan müxtəlif qalıqların cəmini tapın. Aha, 3-ə qalxısız bölünən ədədlər 12-yə bölündükdə qalıqda nə qala bilər? 12-yə bölündükdə ümumiyyətcə ədəd 12-yə bölündükdə hansı qalıqlar qala bilər? 12-dən kiçik, yəni 11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Aha, bu deməli 12-yə bölündükdə alınan qalıqlarımızdır. 3-ə qalıqsız bölünməsi o deməkdir ki, yəni bu qalıqların tərkibindəki ədədlər özləri ayrı-ayrılıqda 3-ə qalıqsız bölünür. Məsələn, 3 bölünsün 3 bərabərdir 1. Amma 3-ü 12-yə bölündükdə qalıqda qalır 3. 6 bölünsün 3 bərabərdir 2. Qalıqsız bölünür. Amma 6-nı 12-yə böldükdə qalıqda qalır 6. Eyni şəkildə 9 bölünsün 3 bərabərdir 3. Amma 9-u 12-yə bölündükdə isə qalıqda qalır 9-un özü. Deməli 9, 6 və 3. Bizdən isə bunların cəmini soruşur. Cavab olur 18. Cavab D variantı. 9 plus 6 plus 3, 18. Deməli, gələk 25-ci sualın izahına. 25-ci sualdan bizdə nə istəyir 25-ci sualda? AB ədədi BA ədədinə bölməsinin alınan matematik qismət vahidə. Yəni, AB bölünsün BA bərabərdir 1, qalıqda isə 36 qalır. Deyir, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, AB-ni necə biz əldə edə bilərik? Yazıram ki, AB üzərinə xətt bərabərdir 1 vurulsun BA üzərinə xətt plus 36. Düzdür? Matematik qisməti bölənə vurduq, üzərinə isə qalığı gəldik. İndi açaram bunları. 10A plus B bərabərdir 10B plus A plus 36. Düzdür? İndi A-lar bir tərəfə, B-lər bir tərəfə, hamısını bir tərəfə və 36 isə bir tərəfdə qalsa. Nə olar? 10B keçər burada, B minus 10B eləyər mənfi 9B. 10 A-dan da A-nı çıxsaq eləyər 9B. Bərabərdir 36. Daha doğrusu 9A. Hər iki tərəfdən buradan 9-u çölə çıxarsaq, yerdə qalar A minus B bərabərdir 36. 9-u ixtisar getsə tərəflər, yerdə qalar A minus B bərabərdir 4-ə. Deməli, A-dan B-ni çıxanda 4 eləməlidir. A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Aha, A hansı ədədləri ala bilər? Gəlin AB cədvəli yazaq. A, B. Aha. A deməli, daha doğrusu B1 olsa, A olmalıdır 5. B2 olsa, A olmalıdır 6. 3 olsa 7, 4 olsa 8, 5 olsa 9. Aha. A və B 0 qiymətini ala bilməz və 9-dan böyük bir qiymət ala bilməz. Məndən isə A-nın ala biləcəyi qiymətlərin cəmini soruşur. Deməli 9 üstə 5 eləyər 14, üstə gəlinsin 8, 6, 14, üstə gəlinsin 7. O da bərabərdir 35-ə. Düzdürmü? Cavab olduğu B variantı. Keçirik 26-ya. Həm 2-yə, həm də 7-yə bölünən neçə 2 rəqəmli ədəd var? Aha. Deməli, həm 2, həm 7-yə bölünmək o deməkdir ki, 2 və 7-yə bölünürsə hər ikisi. Deməli, bu ədəd 14-ə qalxısız bölünür. Yəni 2 vurulsun 7-yə. 14-ə qalxısız bölünən neçə dənə 2 rəqəmli ədəd var dedikdə isə, normalda ən kiçik 14-ə bölünən 2 rəqəmli ədəd 14-dür, ən böyüyü isə 98-dir. Aha, 98. Deməli, 14 və 98 arasında neçə dənə 14-ə qalxısız ədəd tapmaq üçün düsturumuz belədir. 98 minus 14 bölünsün 14. Burada da bir dənə plus. Deməli, düsturumuz bu şəkildə oldu. 94 minus 14 bölünsün 14. Üstə gəlinsin 1. Üstə gəlinsin 1. Gəlin baxaq. 94 minus 14 bizə verir 84. Bölünsün 14. Bizə verir 6. 6 və 4, 24. 2 ya da 84. 6. Buradan da üstlərinə bir vahid gəlməliyik. Niyə bir vahid gəlir? Çünki bizim aralığımız 14-98 aralığıdır. Və hər iki qiyməti qəbul elədiyinə görə bir vahid gəlirik. Əgər biri qəbul eləsəydi, birini qəbul eləməsəydi, olduğu kimi qalardı. Yox, əgər heç birini qəbul eləmirsə mürtəzilər, onda bir vahid çıxmalı idik. Düzdür? Cavab oldu 6 plus 1, 7. Aha, 26-cı sualın cavabı 7. 27 də eynisidir. Gəlin 28-ci sualın izahına bir yerdə baxaq. 28-də deyir ki, bu ədədi 4-ə bölməsinin alınan qalığı tapın. Bu tipli məsələlərdə nə edirik? Baxıram. Bax, birinci bu ədədə. Gəlin bunun 4-ə bölünməsinin alınan 4-ə bölünmənin əsas şərti nə idi? Son 2 rəqəmi 4-ə bölünməlidir. Ya da sonu 2 sıfırla bitməlidir. Gəlin bunun 4-ə bölünməsindən alınan qalığı tapaq. Düzdür? Aha. 72 normalda 4-ə qalxısız bölünür. Bunu bilirik avtomatik. Sonra birincisində yoxdur. Düzdürmü? 19-un içində neçə dəfə düşər? 19-un içində 4 dəfə düşsə 16
Qalığımız yerdə qalır 3. Bunun asan yolu necə idi? Son iki rəqəmini, yəni 19 bölünsün 4 bərabərdir 4 qalıq 3 şəklində yazıb hesablaya bilərik. Birincidən aldıq qalıq 3. İkincidən də yenə 74-ü bölürük 4-ə. 1, 4, 34-ün içində 8, 30. Deməli, 74 bölünsün 4 bərabərdir 18 qalıq 2. Buradan qalıq 2 tapdıq. Buradan qalıq 3 tapmışdıq. Nə edirik? 2 vurulsun 3 kvadratı qalıqlarla işləyirik. 2 dəfə 3 6, 6-nın kvadratı 36, üstə gəlinsin 3 bərabərdir 39. İndi 39-un 4-ə bölünməsindən alınan qalığı gəlin tapaq. 39 bölünsün 4, 4 dəfə 9 36, qalığımız buradan qalır 3. Cavab oldu 3. Keçək növbəti suala. 30-cu sualın izahına. AB ədədini AB ədədini 9-a bölündükdə qalıqda 5 alınır. ABC ədədi 9-a tam bölünürsə C-ni tapın. Aha, bu bildiyimiz kimi iki rəqəmli bir ədəddir AB ədədi. AB bölünsün 9 bərabərdir. Məsələn, özümüzdən bir rəqəm 1 qalıq 5. Düzdürmü? ABC ədədi isə, daha doğrusu x qalıq 5. ABC isə ABC 9-a tam qalıqsız bölünür. Deməli, A plus B plus C 9-a tam qalıqsız bölünür. Amma AB isə bölünmür. Yəni A plus B-nin cəmi A plus B-nin cəmi, məsələn, tutalım ki, neçə ola bilər? Deməli, gəlin A plus AB bölünsün 9-u da x-in yerinə 1 rəqəmini yazaq. Tutalım ki, 1 qalıq 5. Bu zaman AB rəqəmi neçəyə bərabər olar? 9, 1 vurulsun 9, 9 plus 5, 14-ə. Rəqəmlərin cəmi neçəyə bərabər olar? 5-ə. Düzdür, rəqəmlərin cəmi 5-ə bərabər olar. 9-a tam bölünməsi üçün rəqəmlərin cəmi, məsələn, 9 olsa, rəqəmlərin cəmi. A plus B plus C bərabərdir 9, A plus B bərabərdir 5, C də buradan alınır ki, 4-ə bərabər imiş. Deməli, cavab 4. 31-ci sual eynidir. Gəlin 32-ci suala bir yerdə baxaq. 32-ci sualda x bölünsün y bərabərdir 8 qalıq 3, y bölünsün z 5 qalıq 6 olarsa, x ədədinin son rəqəmini tapın. Gəlin baxaq. Deməli, x bölünsün y bərabərdir 8 qalıq 3, y bölünsün z bərabərdir 5 qalıq 6. Aha. Y buradan bərabərdir nəyə? Z vurulsun 5 plus 6-ya, düzdür. Buradan eyni şəkildə x də bərabərdir 8y. Bizdən hansı ədədin son, x ədədinin son rəqəmini soruşur. Plus 3-ə. Ədədin sonu 5-ə vurduqda ədədi sonu ya 5-lə bitəcək, ya da 0-la. Gəlin tutalım ki, 5-ə vurduq, sonu 0-la bitdisə, onda y ədədinin sonu 6 ilə bitir, düzdürmü? Sonu 6 ilə bitirsə, 6 dəfə 8, bunun 6 ilə bitirsə, 6, 8, bu ədədin sonu 8 ilə bitir. 8-in üstünə də 3 eləyəcək, sonu 1 ilə bitən ədəd. 11 eləyir axı, sonu 1 ilə bitsin. Bəs z vurulsun 5 ədədinin sonu 5 ilə bitsə nə olar? 5-in üstünə 6, 11, sonu 1 ilə bitəcək. 1 dəfə 8, 8, yenə sonu 8 ilə bitir. 8 plus 3, 11, yenə sonu 1 ilə bitəcək. Deməli, cavab 1 imiş 32-ci sualda. Növbəti 33-cü suala, maraqlı sual idi 32. Gəlin 33-ə baxaq. Yəni, bütün hallarda sonu 1 ilə bitir ədədin. M ədədini 7-yə bölündükdə qalıqda 6 alınır. Aha, M 7-yə bölündükdə qalıqda alınırsa, bu M kvadrat plus 3M, M kvadrat plus 3M plus 7-nin bölündükdə qalığını soruşur. M-in yerinə bu misallarda, bu tipli misallarda həmişə qalıqla işləyirik. Yəni, ikinci ifadədə qalığı yerinə qoyub hesablayırıq. Yəni, 6-nın kvadratı üstə gəlsin 3 vurulsun 6, üstə gəlsin 7. Yəni, 36 plus 18 plus 7. Aha, bərabərdir, deməli 61-ə. İndi 61 ədədini 61-i 7-yə bölə bilərik. 7 dəfə 8, 56, qalıq 5. Bizdən nə soruşur? Qalığı soruşur, cavab oldu 5. 34-cü sual eynidir. Gəlin 35-ci misalın izahına. Deyir ki, n ədədini m kubu ədədinə böldükdə natamam qismətdə 2, qalıqda isə 31 qalır. N-in ən kiçik qiyməti rəqəmləri cəmi soruşur. N-in ən kiçik qiyməti olması üçün cavab n nəyə bərabərdir? 2 vurulsun m kubu, üstə gəlsin 31-ə, düzdür? N-in ən kiçik qiyməti olması üçün m kubunun da ən kiçik qiyməti olmalıdır. Amma burada bir şərt var ki, bölən hər zaman qalıqdan böyük olmalıdır.
Deməli, m kubu 31-dən böyükdür. Hansı ədədin kubu 31-dən böyük olar? M bərabərdir 1 olsa, m kubu bərabərdir 1. Bu şərtimiz ödəmir. M bərabərdir 2 olsa, m kubu bərabərdir 8. Bu da ödəməlidir. M bərabərdir 3 olsa, m kubu bərabərdir 27. Şərtimiz ödənmir. M bərabərdir 4, m kubu bərabərdir 64. Deməli, m-imiz 4 imiş, düzdürmü? M kubumuz isə 64-ə bərabər imiş. İndi gəlin hesablayaq. N bərabərdir 2 vurulsun 64 üstə gəlsin 31. Bunu da hesablayırıq. Gözləyim dəqiqə. Aha. Gəlin hesablayaq. Deməli, bərabərdir 8, 128 üstə gəlsin 31, bərabərdir 9, 5, 159. Bizdən bu rəqəmləri cəmi soruşur. 1 plus 5 plus 9 bərabərdir 15-ə. Cavab oldu 15. Keçək 36-cı misalımızın izahına. 36-cı misalda deyir ki, aha, 4, 0, 2, AB, 7, 5, C, D ədədlərini 4-ə bölündükdə qalıqda 3 alınır. Şərtini yazdıq. Bizdən nə soruşur? A plus B ifadəsi bölünsün C plus D ifadəsinin ən böyük qiymətini tapın. Burada birinci baxaq. A plus B. Yəni AB 2 rəqəmli ədədinin ən böyük qiyməti neçə ola bilər? 99 düzdürmü? Mümkün ən böyük qiymət 99 olsa, gəlin 4-ə bölək. 2, 8, 19-un içində 4 dəfə 16 qalıq 3. Deməli 99 bizim birinci şərtimizi ödədi. Ən böyük qiymətimiz 99 imiş. İndi gəlin, yəni AB ədədimiz 99-dur. İndi gəlin ən kiçiyini tapaq. Məsələn, ən kiçik neçə olar? 10 ədədi. Düzdürmü? Ən kiçik 2 rəqəmli ədəd. Onu bölək 4-ə. 1, daha doğrusu 2, 8, qalıq 2. Uyğun gəlmədi. Bir vahid artıraq. Gəlin 11-i bölək. Ən kiçik ədəddən söhbət getdiyi üçün. 11 bölünsün 4. 2, 8, qalıqda qaldı 3. Baxın, şərtimiz ödəndi. 4-ə bölündükdə qalıqda 3 alınır. Deməli, C plus D ədədi də bərabər imiş 11-ə. Düzdür? CD ədədi 11-dir, AB 99-dur. Rəqəmlərin cəmini toplayın deyirsə, 9 plus 9 bərabərdir 18, 1 plus 1 bərabərdir 2. Bizdən də 18 bölünsün 2-ni soruşur. Cavab oldu 9. 37-ci misalda bunun eynisidir. Bu günlük bu qədər. Növbəti dərsimizdə əbob, əto mövzusunun izahını göstərəcəm sizlərə. Növbəti videoların davamı üçün abunə olmağı, dəstək olmağı unutmayın. Hələlik.